Herkese yeni bir günden salamlar. Yeni vloguma hoş geldiniz. Bu videoda təmizliklə başlayıram. Çünki uzun zamandır köçmək, Azərbaycana gəlmək məsələləri olduğu üçün videolarımda təmizliklə bağlı heç nə yox idi. Düzdür, bu vlogda da aman aman bir təmizlik yoxdur, amma en azından evi tozlanmaqda bir başlanğıcdır. Mənə keçən vlogda ən çox verilən sual ev öz evinizdir. Amma yox qızlar. Biz qaynımgildə qalırıq indi hələ ki. Niyəsini soruşmayın çünkü biz de bura anidən gəldiyimiz üçün hazırlıksız gəldik. Körpələr də olduğu üçün hələ ki ən rahat şərait bizim üçün qaynımgildə var. İlk təmizliyə başladığım otaq bizim qaldığımız otaqdır. Orada da gördüğünüz kimi qutular var bir sürü. O qutuların hamısı maşındır. Qaynımın çox böyük bir maşın kolleksiyası var. 4000'e yaxın maşını var. Bu kolleksiyada böyümeye devam edir. Arada size o arkada görülen şkafın içinde detaylı gösterərəm. İçində balaca maşınlar, zatlar var. Onu gösterərəm sizə. Güneş yaxşı vuranda evin içine. Bu arada bu evi çok sevirəm. Biz buranın remontlu halını görməmişdik. Gələndən sonra gördük. Təzə remont eləyiblər, çox qəşəng olub. Normalda mən aboy sevmirəm, xalça da sevmirəm bu arada. Hətta bu evə təzə gələndə elə bildim divarlar kraskadır. Və əl vuranda və yaxından baxanda bildim ki, aboydur. Amma o qədər sadədir ki, ürəyim getdi. Çünki ürəyin nə vaxt istəsə əşyalar dəyişdirə bilərsən. Bu rəng və sadəlik hər cür əşyaya yaraşar məncə. Amma bir çox evdə çox böyük bəzəkli aboylar görürəm burada. Azərbaycanda çox məşhurdur niyəsə. Bu isə heç qəşəng görsənmir. Bu arada bu tamamilə mənim fikrimdir. Bəlkə də təzə alınanda insanların xoşuna gəlir, amma bir müddətdən sonra məncə göz yormağa başlayır. Bu arada bu tamamilə həqiqətən də mənim fikrimdir. Yəni başqaları, hər kəsin özünə görə zövqü var. Başqalarının fikrinə qarışmaq heç də sevmirəm, istəmərəm də. Bu toz sonradandan bu indi əlimdə gördüyünüzdən işlədən var, yoxdur, bilmirəm. Amma mən Türkiyədə fantom işlədirdim, bilirsiniz. Bunların arasındakı fərqlərdən biraz danışmaq istəyirəm sizə. Ən böyük fərq bunda təkər var. Təkər olduğu üçün çox rahat gedir o tərəfə, bu tərəfə. Amma fantomda təkər olmadığı üçün yeri çox vakuumluyurdu. Yeri çox vakuumladığı üçün də biraz hərəkət elətdirmək çətin olurdu. Kafelin üstündə deməyim də ən çox alçanın üstündə çətinlik çəkirdim. Amma bunda elə çətinlik yoxdur. Çünki altında təkər var, daha rahat hərəkət eləyir. Prosto fantomun bundan üstün cəhəti o idi ki, fantom daha yüngüldür. Bu biraz daha ağırdır. Amma qatlandığına görə heç yer tutmur bu arada. O barədə çox bəyəndim. Altda sizə adını yazaram. Soruşdum qaynım arvadından ki, haranın markası? Alman markasıymış. Çox da məmnun qaldım. Mən yəni öz şəxsi təcrübəmi deyirəm ki, toz soranladım, çox bəyəndim. İndi bəyənən olar, olmaz, orasını bilmirəm, amma mən çox bəyəndiyim üçün sizə deyirəm. Bayaq dediyim kimi xalça heç xoşlamıram. Bu evin də ən çox bəyəndiyim tərəfi xalça olmamağıdır. Sadə iki dənə xalça var evlərində görürsüz. İki dənə bir bizim yatdığımız otaqda var, bir də uşaqların otağında var. O qədər. Mən xalça heç sevmirəm. Yəni heç vaxt xalça sevə bilmədim. Yay olan kimi də xalçaları həmişə yığışdırmışam ki, xalça olmasın. Allah hər kəsə öz evini nəsib eləsin. Biz də içində evim olsa bütün otaqları kafel edib yerdən isitmə eləyəcəyəm. Bəziləri deyir ki, kafel nədir? Bütün evə də kafel olar. Valla bir iki ev örnəyi görmüşəm kafellə. Bütün otaqlar çox xoşuma gəlib mənim. Yəni məncə yerdən isitmə və kafel eləyirsən, hər yeri qurtardı, getdi. Həm silmək rahatdır, həm bir şey töküləndə təmizləmək rahatdır. Nə bilim, məncə kafel hər tərəfi rahatdır. Bu arada divarlarda şəkillər görürsünüz ara-ara videolarda. Onun qaynımın qızı çəkib. Çox gözəl əl qabiliyyəti var. Rəssamlığı zadı çox qəşəng bacarır. O şəkillər hamısı onun əl işidir də. Çox gözəl görsənir evdə. Məncə evə ən gözəl yaraşığı elə onlar verib. Hətta belə divarları ara-ara bütün otaqlara vurublar. Mən çox bəyənirəm yəni. O qədər belə xoş görsənir baxanda. Bəs siz nə fikirləşirsiniz bu barədə? Siz necə ev xoşlayırsınız? Divarlarda kraska xoşlayırsınız, yoxsa aboy xoşlayırsınız? Bəs mənim kimi xalça xoşlamayanlar var aramızda ya yox, yoxsa bütün ev xalça mütləq olmalıdır? Xalça mənim olmazsa olmazım deyirsiniz. Çünki bəziləri xalça
çox sevirlər. Yəni mənim anam, qaynanam bunlar xalçanı çox sevirlər. Yəni evdə mütləq deyirlər xalça olmalıdır. Ona görə də mənə də maraqlıdır. Aramızda xalça sevənlər və sevməyənlər kimlərdir? Mütləq və mütləq mənə rəylərdə yazın. Hanım kızla saat 6'dan beri oyağım. Durup ayağı oynayır. Bacın yattı, sen durdun. Hı? Sırayla sus. Hı? Şimdi budur.
Hamınıza yeni bir gündən salamlar. Necəsiz? İnşallah hamınız yaxşısınız. Mən videonu çəkmirdim, çəkə bilmirdim. Bir də bir şey deyim. Bura gələndən elə belə beynimi toparlaya bilməmişəm. Sanki özümü arafda biraz hiss eləyirəm, boşluqda hiss eləyirəm. Ona görə video çəkməyə heç həvəsim olmur, yəni. Videonu çəkim, başladım, davam elətdirdim. Yəni can çəkişə video çəkməyə çalışırdım. Amma indi biraz özümə gəlmişəm, darıxmışam, video çəkmək istəyirəm. İnşallah bundan sonra davamlı vaxtına az da olsa videolar çəkməyə davam eləyəcəyəm, başlayacağam. Oturmuşam bu göbələm. Bunlar qalmırlar, böyüyüblər. Qızlar. Bunlar böyüyüblər. Maşallah olsun, maşallah, maşallah. Dayanmırlar, çox mızıldayırlar. Gecə qətiyyən yatmağa qoymurlar. Yəni gecə neçə dəfə dururam, onu bir Allah bilir, bir mən bilirəm. Çox aşırı çox dururam. Saçım başım vardı, halına baxmayın. Dünən çinmişdim. Saçımı elə belə də yəni qurumaya buraxıb yatdım. Abadok tapmışam. Çolkalarımı dala vermək üçün, çünki çolkalarımı ütüləməmişəm. Çölə bayra da çox aman dəhşət çıxmamışam. İndi yavaş-yavaş bundan sonra yavaş-yavaş çıxarıq. Hələ qaynımgildəyik. Başqa evə keçməmişik hələ. Ona da yavaş-yavaş keçərik. Hələ qapanıq hamısı bir-bir. O qədər ara verəndən sonra birdən-birə insan gəlib bir yerdə toparlanır bilmir. Hər şey yavaş-yavaş öz yolunu tapacaq. Onun üçün narahat deyiləm. Yəni çox da belə şeylər umursayan deyiləm. Çünki yerim çox rahatdır. Maşallah, maşallah olsun. Çox hər şey yaxşıdır. Şükür Allaha. İndi uşaqlarla oturmuşam. Dedim bunları biraz sallayayım. Çünki dayanmırlar, ağlayırlar ikisi də. Dəniz o qədər də yox. Damla daha çox mızıldayır, ağlayır. Nəysə. Damla vəbşi neçə gündür heç yaxşı yatmır. 3 gündür o qədər məni incitdi. Qazı var, çox ağlayır, partlayır, uşaq hiss edirəm ki. Nəysə, axırda şey aldım Damlaya, Espumizan el aldım, o qaz dərmanı. Ondan aldım. 2 gün verirəm daha. 2 gündə onu verirəm. Bu arada Espumizanı Kərimin uşaqlığında da istifadə etmişəm. Tək Kərimdə işə yarayan dərman o idi. %100 işə yaramırdı. Kərim çünki aşırı kolik və aşırı qazlı bir uşaq idi. Yəni partlayırdı da uşaq bildiyi. Bunda heç bir dərman işə yaramırdı. Suyu zadı, hər şey denəmişdim, hər şey yoxlamışdım. Heç bir işə yaramırdı. Bu Espumizan el o qəşəng işə yaramışdı Kərimdə. Yəni tamına yaramasa da %100, bir %70 uşağa xeyir eləyirdi. İndi bu balacalara da şey verirəm. Balacalara dediyim dənizə vermirəm. Damlaya verirəm. Espumizan aldım onun üçün. Çox şükür ona da biraz yavaş-yavaş etki elədiyini görürəm. Yəni sakitləşib, qazını alıb, qarnı daş kimi idi, uzanırdı, ayaqlarını dayanmadan sıxırdı, ağlayırdı. Nə oturduğu kimi otura bilirdi, nə durduğu kimi dura bilirdi. İndi maşallah, maşallah olsun, daha rahatdır. Sizlə danışıram ki, mənim sifatıma baxırlar, elə bilirlər onlarla danışıram. Nəysə, günlərimiz belə keçir. Bayaq oturdum, bir kahve içdim, sizsiz kahve elədim içdim. Uzun müddətdə həmişə bir yerdə eləyirdik. Bu səfər artıq bir ayda sizsiz kahve eləyirəm bura gələli. Çünki indi özümüz həm tək deyilik, həm ailə var. Hamını çəkmək də istəmirəm. Bildiyiniz kimi, yəni insanların sərhədlərini hörmət eləmək lazımdır. Sevən var, sevməyən var kameraya düşməyi. Düzdür, çəkiliş eləməyimə heç bir şey eləmirlər, maniçilik öyrətmirlər. Ürəyim istəyən kimi çəkiliş eləyə bilərəm. Mənə heç vaxt deməzlər ki, ay bu şeydir, yəni çəkməyi bizi narahat edir, şeyləri yoxdur, amma özləri çəkilmək istəmirlər. İndi buna da hörmətlə yanaşmaq lazımdır. Qaynımgil evdə yox idilər, indi gəldilər sizə, uşaqlara biraz şeylər alıblar, onları göstərəcəyəm. Birinci qızlarımı göstərim. Uzatmışam burada. Oynayırlar bir-birləri ilə. Belə. Sonra da sizə onların bizə uşaqlara aldıqlarını göstərim. Bu arada saçlarına fikir verməyin. Nə oldu qızım? Bacı səni yeyir. Bacı səni yeyir. Sənə şey də verim mən. Qaz dərmanı. Bu arada bunu verirəm də Kərimə. Göstərim. Reklam zat deyil. Sadəcə olaraq Kərimə nə idi? Kərimə də bunu istifadə eləmişəm. Otomatik dedim. Damlaya da bunu verirəm. Bu Espumizan el. Reklam zat deyil. Sadəcə istifadə edədiyim üçün deyirəm. Qızların ikisinə də arxa kamerayla. Bunun bu arada düymələrini açmışam. Çünki dənizin əyində sınadım. Əyninə olur ya yox. Biraz balaca gəldi mənə. Amma geyindirdim. Çox qəşəng qaldı əyninə. Bu 2 dənə bunlar. Sonra 2 dənə belə. Bunlar belə üst-üstə ikisi bir yerdə satılırdı, cütüydülər. Düzün sözü hardan alıblar bilmirəm. Ona görə aldıqları yer deyə bilməyəcəm.
Hardandı? 2 dənə belə dəstdir. 2 dənə dedim, yəni 2 dənə eyni. Bunu da tərsinədir, çünki geyindirib dənizin əyində prob elədik ki, əyninə dəqiq olur, dəyişdirməyə ehtiyac var ya yoxdur. Dün çevirim sizin üçün. Hə. Dənizə geyindirdim, çox qəşəng qaldı. 2 dənə də belə qəşəng, şirin dəstlər. Bunları yuyacağım, uşaqlara geyindirəcəm təbii ki. Sonra onların oynamağı üçün əllərinə xeyirdir. Bilirsiniz ki, dəqiqə açın bunu. Balaca uşaqlar belə fərqli materialda olan şeylərə əl vurmalıdırlar ki, əlləri ilə onu hiss eləyirlər, əllərinin içi ilə və bu da onların beyin inkişafı üçün çox xeyirlidir. Belə cürbəcür fasonlar var. Belə cürbəcürə. Bu da bir başqası. İndi bunların hamısını yuyub əllərinə verəcəyim. Və 2 dənə də belə şirin oyuncaq. İkisi də çox şirindir. Basırsan, səs eləyir. Bunlar zaten belə şeylərlə oynamağı çox sevirlər ikisi də. İndi bunlar qəşəng yuyub, silib, təmizləyib, dezinfeksiya edib verəcəyim uşaqların əlinə. Baltalar da yuyulacaq hamısı. Bunların hamısını atacağım yuyulsunlar ki, çünki yuyulmadan, tülənmədən olmaz uşaqlara geyindirmək. İndicə yorumları oxuyurdum, cavab yazırdım hamıya. Yorumların birində belə bir şey gördüm ki, orada yazıblar ki, uşaqların ikisi də ağlayanda nə edirsiniz? Mənim əkizlərimin, bu arada Allah saxlasın, ikisi də ağlayanda qorxuram tək onlara baxa bilmərəm deyə. Məncə hər bir anaya götürə bilməyəcəyindən artıq yük verilmir. Mən belə düşünürəm. Yəni özünüzü qorxudursunuz, məncə baxa bilərsiniz. Bir də ki, məsələn, baxın, belə şeylərdən yararlanıram. Məsələn, aynə qucağım var da. Bunu burada sallayıram, bunu qucağıma tutmuşam. Bəzən ikisini də qoyuram. 2 dənədir zaten məndə. İkisini də ona qoyuram. İkisini də bir yerdə sallayıram. Bu hər yerdə satılan bir şeydir onsuz da. Bunların böyük köməyi olur. Məsləhət görürəm almağınızı. Hələ əkiziniz varsa daha da çox məsləhət görürəm. Sadəcə olaraq ikisi də bir yerdə ağlayanda tək sıxıntı bu olur ki, məsələn, indi bu dəqiqə qoyub bunları buradan dura bilmirəm ayağa. Birini ayağımda salladıram, birini qucağımda tutmuşam, oturmuşam yəni sabit yerimdə. Çox da belə durum, bir işimin dalıcı gedim, onu eləyə bilmirəm. Bir iş görmək istəyirəmsə mütləq biri lazımdır ki, mənə o uşaqlara baxsın ki, mən də iş görüm. Ya da bəzən olur ki, məsələn, sakit qalırlar, heç ağlamırlar, eləmirlər. Prosta ana qucağına qoyub işimi görürəm, amma o da uzun sürmür. Balacadırlar, məlum məsələ. Yəni deməyim odur ki, özünüzü qorxutmayın. Ev işi qaçmır bu arada. Bilirəm, böyüklərlə çox az yaşayırsınız, tək yaşamırsınız. Çünki başqaları ilə yaşayanda məcbur o işləri görmək məcburiyyətində qalırsınız. Hər kəsin qaldıra biləcəyi, qaldıra bilməyəcəyi şeylər var. Amma yəni ev işi qaçmır, bunu deyim sizə. Önəmli olan sizin rahatlığınız, uşaqlarınızın rahatlığıdır. Yəni siz nə qədər rahatsınız, əsəbləriniz nə qədər sakitdir, o qədər rahat uşaq böyüdərsiniz. Siz nə qədər çox əsəbləşərsiniz, nə qədər çox stresə girərsiniz, o qədər narahat uşaq böyüdərsiniz. Yəni tək özünüzdə psixologiyavız pozulmaz. Yanınızdakı körpələrin də psixologiyası sizdən asılı olduğu üçün onlar da pozulur. Çünki ana özünü necə hiss eləyirsə, uşaq da özünü elə hiss eləyir. Yəni burada böyük danışıb, necə deyimsə, mən psixoloq deyiləm. Hər hansı bir şeyi bu barədə qutarmamışam, yəni bilmirəm, bildiyim şeylər deyil. Amma yenə də demək istəyirəm ki, mən də bir anayam. Öz təcrübələrimi sizə bildirirəm. Öz təcrübələrimə baxıb sizinlə danışıram. Yəni bir oğlum uşaq böyüyüb 10 yaşındadır, 11 olacaq inşallah. Yəni bunlar da Allahın verdiyi bir nemətdir. Sadəcə bunu demək istəyirəm ki, qorxutmayın özünüzü. Bir də bacardığınız qədər ətrafdakı bütün səslərə qulağınızı bağlayın. Ətrafdakı bütün səslərə qulağınızı bağlasaz, əmin olun ki, çox daha rahat, çox daha yaxşı olacaq sizin üçün. Düzdür bala, düzdür aşkım. Ne düz deyir aşkım? Bu da yerlənir, bu da yerlənir. Akıllı balam. Mənim postuğum mənim. Bir anda qonaq gedirik. Bu göbələklər bunu bir ikinci dəfədir kenguruya qoyuram. Onu da birinci dəfədir qoyuruq. Əvvəl sevmirdilər, indi sakit durum. Çünki getdiyimiz yerə avtobusla gedib taksi ilə qayıdacağıq. Bir də kalyaska götürmək istəmədim. Səni də çəkirəm. Kərim də
şeyler götürüb, ana qucaqlarını götürüb, ana qucaqlar büküləndə belə bu boyda sumka olur. Kolyaskaya götürmək istəmədik çünki gedəndə avtobusla gedəcəyik, qaydana taksi ilə qayıdacağıq, bir də çox qalmayacağıq orada. Yəni kolyaskaya çox ehtiyacımız olmayacaq. Yəni qonaq gedirik sonuçta, gəzməyə getmirik ki, harasa yeriyə uzun müddət ya da hardasa çox qalmayacağıq. Bir 7-8 saat deyim, hə, kolyaskaya ehtiyacımız var. Ehtiyacımız olmadığı üçün kenguru ilə gedirik. Onu da çəkdim. Çəkdim də onu. O biri də çəkdi. Hele bana bakın hele. Neyse. Düştük yola. Gedirik. Avtobusa binəcəyik. Oradan da Hafsana gedirik. Qonaq. Paltalığı yumuştum. Pastelimizi zadımızı. İndi onları çıxardacağım. Bu arada burada size güvercin var, onu göstərim. Yuva salmışdı burada güvercin. Bizden bir salmışdı da elə bir yumurtaları çatlamaya başlamışdı. Bizim gəlməyimizdən bir balalar çıxdı. Uşaq böyüyüblər. Bir uçdu getdi, hətta 2 dənədir. Burada paltaları yığım hamısını. Uşaqların paltaları da var. Onları da yığım. Sonra öz yuduqlarımı gətirim sərim. Uşaqların bir xeyli paltarı var. Bunlar ütülənməlidir. Bunları ütüləyəcəyim. Burada xeyli paltarları var. Ütülənmə gözləyir. Bir də buranın mənzərəsi super deyil. Hələ axşam daha da qəşəng görsənir. Belə hər tərəf yaşıllıqdır ya. Ürəyim gedir də. Çox qəşəng görsənir. Belə hər yerin yaşıllıq olmalı. Burada dəzgah qurdum. Belə ütü masasını qoydum masanın üstünə. Uşaqların paltalarını da gətirdim. Ütüləyəcəyim. Görüm də orada oturub şəkil çəkir. Onu taxdım burada. Toka. İndi oturub burada hamısını ütüləyəcəm. Oturub deyəndə ki, ən ayaqüstə qalacağım da. Çinməmişdən qabaq istəyirəm. Üzümə kil maskası eləyim. Ona görə üzümə qəşəng kil maskası eləyəcəyəm. Sonra baxın, makyaj. Sonra çölə çıxacaq. Bu quruyana qədər də yuduğum paltalara, daha doğrusu ütülədiyim paltalara yerləşdirəcəm yerlərinə şu an paltaları. Sonra da dirək girib çiməcəyəm. Belə. Bu arada arkada Rami'nin zadın səsi gəlir. Uşaqlarla oynayırlar. Eşək çimdim. Üzüm oldu tərtəmiz. İndi bundan vuracağım. SPF biraz içinde renk tonu da var. İçinde biraz renk tonu da var. Bundan vuracağım indi üzümə. Bu arada geçen sefer burnumu biraz sıxdım. Burnumun üstündeki qara noktalar zaten təmizlədim. Ona göre burnumun üstü qabıq verir. Telefonda belli olmur ama burnumun üstü qabıq. Holding qapısını açdılar. Uşaqlar. Tarelka nə tər düşdüsə. Tuz buz oldu değiller, ondan oldu. Şimdi bunları darıyorum qəşəng. Ondan sonra geçecek biraz hafif bir makyaj eləyəcəyim. Bu yağı almışdım axırıncı dəfə. Bunu işlədirəm saçımda. Abi, gayet birazdan çıkıyor. Gördün mü arası? Yok yok. Uşaqlar hazırlayıp birazdan çıkıyor. Kaç olun sabah çok. Sürtürəm. Görürsünüz bunun rengi necədir? Tananlı değil, BB krem de değil. Sadece olarak böyle güneş kremidir. Burada cilt tonu farklılarım var. Ora çok hafif bir BB krem vuracağım. Çok az. Böyle bir renk tonu eşitliği yarattım da yüzümde. Şu.
İndi üzümə rəng versin deyə biraz rumyana vuracağım. Flomarın belə balaca şaftalı tonda rumyanası var. Onu vuracağım. Telefondan baxanda rəngi tutuzdura bilmirəm. Ona görə rüzgüdən baxacağım ki, çox fazla da gəlməsin. Belə hafif bir reynləndirdim. Çox az bir şey. Tuş vuracağım. Telefonla vurmaq heç rahat deyil. Burada aynam olmadığı üçün aslında var da koridorda ama neyse burada eləmək istedim. Kərim, mənə qulaq pambığı gətir də. Bir. Çünki buralara dağıtdım, onu təmizləyim. Yenə də cüzgüdən kömək alacağım. Sağ ol. Bir şey olmaz. Cüzgüdən kömək alacağım çünki cüzgüsüz alınmır. Özümə cüzgü alacağım. Pambığı yatıb ki. Üstünə dəyişəcəm. Qaşlarımı sabitləyəcəm. Yine gözüden kömək alırım. Bunu sabitləyirəm. Ondan sonra da makyajı bitirirəm. Dodağımın konturunu da vururam. Aslında makyaj malzemelerini biraz təzələməliyim. En sonunda pomadan vuracağım. Quru pomada vuracağım, yani mat. Matlaşam. Evelin. Arxa fonuma ayarladım. Maşın içi Ne olacaq? Hə? Fonunda O maşının bir dənə balaca təkər düşür. Bu maşını verir. maşından sonra. Antikvariat ev belki de. Hə də. Qutular düşür arxa fonunda prosto. Nivelin bu nömrəsini istifadə edirəm. Nəyi? Oranı heç göstərməmişəm, yox. Amma indi göstərmərəm, indi qəşəng düşməyəcək. Günəş qəşəng düşür, vurur, bura düz. Onu da göstərərəm. Görsənmir qəşəng, qaranlıqdır. Açılarımda. Soğuqlarımı da. Köhnə nəsə varsa, satmaq istəyən varsa desin. Evimdə antik var, satmaq istəyən varsa desin. Mən qaynım çox sevir belə şeyləri. Bu gördüyünüz qutuların hamısı maşındır. Maşın kolleksiyonu var. Bunların hamısı maşındır. Belə balaca maşınlardır da. 4000'e yaxın maşın. 4000'e yaxın maşın var. Və hələ də almağa davam edir. Belə. İndi bir dənə çolkamı ütüləyəcəm məsələn. Saçım yaşlı. Aslında yaş saçı ütüləməzlər ama. Ütüləməm lazım. Biraz da köpüyorum. Yoksa bu saç şişəcək. Belə. Mən hazır. Diyeceğim kızlarımı hazırlayayım. Biz getdik qaynanamın iş yerinə. Gəldik. Uşaqlar qabaq yatıblar. Uşaqları çək qal. Qaynanam pabellikdə işləyir. Onun yanına getdik. Anne uşaqlar çək qal. Uşaqları çəkmirəm Mirəy. Papamın dağcı qaçmaydan təcrübətdə solmuşam. Ver mən çək. Ramin Kalyaska ilə uçur. Bax, Biz də ancaq Ramin dalıyca qaçırıq. ver mən çək. Ramin eşitdi, ona görə başladı yavaş etməyə. Elə yox da Kərim, sənin ayağından danışmadı. Çəkmək. Çəkmək üçün. Neyse. İndi gedirik evə. Cavab ver. 1 saat yarım. Saat oturduq. Çayımızı içdik qəşəng. Tort almışdım, tortumuzu da yedik. İndi ayrıldıq orada, sağollaşdıq. Evə gedirik. Bu video bir neçə günün qarışığı olan vlogdur. Ona görə bu gün kofe içməmişdim. Son kofemi də sizinlə hazırlamaq istədim, günün kofesini. Bərabər dedim hazırlayaq, içək. Çox yorulmuşdum. Özümü dəhşət yorğun hiss edirdim və yuxum gəlirdi və bu gün video editləyəcəyimi bilirdim. Kompüterin qabağında oturmaq da ekstra yorucu gələcəyi üçün ona görə məcburi kofe içdim. Normalde akşamlar mən kofe içmirəm. Kofe gün içində içib buraxıram. Amma olsun, yenə də içdim, daha yaxşı gəldi və indi bu dəqiqə sizə video editləyə bilirəm. Videomu bura qədər izlədiyiniz üçün hamınıza çox təşəkkür edirəm. İnşallah bəyəndiyiniz bir vlog olar.
Rəylərdə mənimlə söhbət eləməyi unutmayın. Videomu bəyənməyi və kanalıma abunə olmağı da unutmayın. Öpürəm hamınızı. Gecəniz xeyrə qalsın. Hələlik.